İlham Əliyevin necə əxlaqsız bir qadınla cinsi əlaqəyə girdiyini, bu qızı peydahladığını, nə qədər onu gizlin böyütdüyünü İsveçrədə, nə pox yediyini, onun Eurovision'a hazırlığına 10 milyon, 100 milyon onun nədir, Eurovision'da qələbə çalsın deyə öz qızıymış. Sən demə bu Safura cırıq Safura. Zəki bəy, gözəl onu qəşəng bir izah elə. TikTokerlər onu... Mən qısa verəcəm bunu qısa verəcəm ki, sonra şu mövzunu danışacağım. Qısa verəcəm və mövzunu danışacağım. Yəni ki, o cəmaət başlığı eşitsin, qalanını özüm deyəcəm. Zəki bəy, siz onu elə verin, həm səsini verin efirə, arada bir 2 dəqiqədən bir izahatını verin. Çox adam indi rus dilini bilməyənlər də var. Deməli, 2 dəqiqə qoyun, açıqlamasını verin. İlhama aid olan bölməsini. Ola bizim başqa şey danışırsa lazımdır. Buyur. Oldu. Deməli, yəni ki, sizə mən bu barədə şey deyəcəm, indi göstərəcəm sizə, siz baxın, yəni görəsiz, biləsiz. Тайны, нефть, интриги и позор. История начинается в 90-х, когда один носатый диктатор зашел в казино в Турции, где случайно поймал удачу в лице работницы из Баку. Через 9 месяцев она вернулась домой, уже с животом. Прошли годы, и нефтяной кошелек папаши распахнулся. 10 миллионов долларов. Не на дороге, не на медицину, а на сцену Евровидения. Ради одной цели – сделать из внебрачной дочери настоящую звезду. Но судьба umeyət смеяться. Звезда так и не зашла. Like. Zəki dayı, səsi az çıxıyor biraz, səsini qaldır. Səsini mən qaldırmışam, indi çalışacağım, bu əlimi qoyum alta ki, sonra indi şey eləyəndə elə eləyəcəm. Yəni burada nədən danışılır? Yəni burada İlham Əliyevdən danışılır, diktator adlandırırlar onu. Yəni bu kanal, hansı ki bu kanal bu şey üzə çıxartıbdır. Bunun Türkiyədə olması, ibara girib orada yiyib içməsindən gedir söhbət və orada hər dəfə gedib gələndə bunun gözünə bir Azərbaycanlı xanım çıxır, xoşuna gəlir və başlayır bunlarla yaxınlıq eləməyə və bu cütləşirlər. Yəni bu cütləşmənin də nəticəsində 9 aydan sonra həmin xanım gəlir Bakıya və çıxır bunun qəbuluna gedir ki, qayıdır deyir ki, mənim görürsən ki, uşağım olacaq, bu səndəndir bu uşaq. Yəni ki, həm də deyir ki, laf yaxşı. Əgər doğrudan da bu məndəndirsə, bunun qanunu yoxlayırlar, yəni üzə çıxartır ki, doğrudan da bu uşaq bunun özündəndir. Çünki İlhamın xüsusi, yəni ki, bu xalteri var, hansı ki, bunun cütləşmə məsələlərinə baxır və əgər orada uşaq olursa, onlara pul ayrılması, zadı məsələsinə və burada İlham bunun üçün Bakıda bir villa, necə ev, eşik, zad və 10 milyon da pul ayırır, qoyur orada ki, yəni ki, bu uşaq böyüsün. Yəni bu məsələyə yəni şey eləyir və İsveçrədə də ayrıca bir ev ayırır bunun üçün və orada da yəni ki, bunu şey eləyirlər, adı nədir, baxırlar, qulluq eləyirlər və İspaniyaya rahat gedib gələ bilir. Mən də çünki verişə baxmışam, ona görə müəyyən şeyləri indidən deyirəm. İndi dalına da... Мир секретов, отцовской любви и провала на глазах у всей Европы. Евровидение когда-то был конкурсом, сегодня стал анекдотом. Yani burada da Eurovizyana bunun yani bu qızın mahnı oxumağa həvəsi olur, olduqca musiqiyə çox gözəl meyli olur. Buna görə də İlham yəni ki deyir ki, qızım nə istəyirsən, nə lazımdır sənə, deyir mən istəyirəm belə məşhur olum. Eurovizyana ilə bunlar danışıq aparırlar və bu danışığı apara bunun bir mahnısı lazım olur. Bu mahnı üçün də müəyyən mütəxəssislər lazımdır ki, orada həqiqətən də bu mahnı olduqca çox geniş görünsün, çox qəşəng və dizayner işləri görülmək üçün. Bunun üçün də İlham 10 milyon pul ayırır. 10 milyon euro. Yəni burada dollar söhbəti getmir. Burada artıq euro söhbəti gedir. Amma Amerikadan gətirilən mütəxəssislərə dollarla orada iki mütəxəssis gətirirlər. Hansı ki buna yəni səhnədə hansı hərəkətləri eləməlidir, necə əlini qaldırmalıdır, necə əyilməlidir, necə bədənini əstirməlidir, necə çönüb baxmalıdır. Yəni bu baxışları, yəni dizayner işlərini həyata keçirtmək üçün də
Michael Jackson'ın şəxsən ustadını gətirirlər bura ki, o da Michael Jackson'ı yəni vaxtı ikən necə deyərlər öyrətmişdi. Onu orada hər birinə 10 milyon dollar pul ayrılır. Yəni bunlar da bu qızın üzərində işləyirlər. Yox, bu həqiqət. Yəni burada deyilir hamısı. 10 milyon hər birinə pul ayrılır. Başa düşürsünüz. Və İspaniyada İsveçrədə mahnı yazılır. Mahnı İsveçrədə yazılır. O tərcümə olunur tamamilə. Yəni Azərbaycan, yəni ki bu şeyləsin adına necə deyirlər. Mahnını yazmağa nə qədər pul verirlər? Mahnını yazmağa nə qədər? Ora 5 milyon pul verilibdi. Arxayın ola bilərsən, 5 milyon pul verilibdi ora. Yəni hər yana pullar töküblər bunlar. Və Eurovision'ın komandasına da 100 milyon pul verilib. 100 milyon. Başa düşürsünüzmü? Birinci yerə çıxsın deyə də. Baxında birinci yerə çıxmaq üçün 100 milyon verilib. Ondan əlavə də ayrı rasxodlar orada çəkilibdir milyonlarla. Yəni həmin adamların yeməyi üçün, dincəlməyi üçün, bütün onların kuruyuzası üçün, zadı üçün də ayrıca pul ayrılıb. Yəni və bu Sahuranı yəni ki bu cür bunlar yetişdiriblər. Buna çoxlu pullar qoyulubdur və necə deyərlər ki bu bir dənə mahnı oxuyacaq. Ondan sonra da birinci yer tutmadı əgər səhv eləmirəmsə. Tuta bilmədi birinci yer. Tutdu. Birinci yerə çıxdı. O birinci yerə çıxmasaydı çıxdı mı yoxsa çıxa bilmədi mi? Yazın görə bu Safura neçə yerə çıxdı? Çıxmadı? Yox, birinci yerə çıxa bilməzdi orada. Mən bilirəm ki, çünki burada da deyilir on birinci. Yazın görə də burada neçənci yerə çıxdı yazacaq tamaşaçılar. O 3 ilə 4-cü yerdə ola bilərdi. Yəni birinci yerə o qətiyyən çıxmadı. Nətər 100 milyon veribdi bu Valikin balası çıxmadı birinci yerə. Orada sonradan alıblar onun üçün. Hələ 5-ci oldu. Bu yəni ki pullar bilirsən də bunun keçən səfərlərdə mən bir söhbət elədim. Necə sənə şeylər çıxartmışdılar, maddələr çıxartmışdılar, böyük pullar vermişdilər. Yəni özündə bir Qodnisanov onun üstündə nə qədər işçilərini işdən çıxartdı ki, bəs bu xəbəri kim verdi, nətər oldu Almaniyaya? Biz bu qədər pul vermişik, amma pullar batdı hamısı. Axı alınan pullar geri qaytarılmır axı. Yəni onu sən özün də bilirsən də. Bu ara pul verirsə bunu eləyin axırıncı Netanyahu buna nə qədər atdı. Buna bəyən pul verirlər. Bundan kim pul alır? Lukashenko'nun özü neçə yüz milyon dollar bundan pul aldı. Heç qaytardı onu, yox qaytarmadı. Zəki bəy, onu qoyun bir arxa kimi ya bir əsas yerlərini bilirsiniz, qoyun baxaq. Bir də şeylər qadası, üst-üstə təxmini hesablayaraq sonda danışaraq ki, nə qədər pul çıxdı buna opşu? Hardasa 200 milyondan yuxarı euro çıxıbdı ya dollar çıxıbdı. Bu İlham Əliyevin şeyi başı, İlham Əliyevin o mən pişiyin boyda bir şeyi var, şeyinə sahib çıxa bilmirmi gedib valikləri qayırıb? Valiklər harada bazlıq eləyir, baxırlar qazdır da qaz, bazlıq eləyir gəlirlər, bazlıq eləyir gəlirlər. 200 milyon Qabil, mən sən burada bir söz deyim. Buyur. Qabil, mən burada bir söz deyim. İnan ki, ətrafında bir dənə bunun qadın olmaya İlhamın. Qancıq it ayağını qaldırsa bu orada tutmasa. Bu cırıq 3-cü yerə çıxıb deyirlər. Zəki dayı deyirlər 3-cü yerə çıxıb bu cırıq 3-cü yerə. Bəli, 3-cü yer amma deyirəm ki, birinci, ikinci yer bunda yox idi. Yəni ola bilməzdi ki, bu birinci ki. Yəni o pul da ki, eləylənsin 3-cü yerə elə ki. Mən belə şeylərə fikir verən deyiləm. Bir dəfə Eurovision Azərbaycan gəldi. Orada kimsə qalib oldu mu, yoxsa nə oldu mu, nətər oldu, kim nətərsə oldu. Dedim yəqin bəlkə bu qalib zad ya nəsə yer tutubdu, ona görə Eurovision Azərbaycanda keçirdilər. Sən demə 200 milyon dollardan çox İlham Əliyev bir cırığın balasına pul tökübdü, cırığın balasına. Heç 3-cü yerə çıxıb ya çıxa bilir. Bu nə uğraşdıqdır başımızı açılar. Baxın, indi Rusiya mediası açıqlayır bunu. Bu İlham Əliyev, bu nədir o, cəmilədən olanlar başımıza bir bəla. Bu yetimçə bir bala. İlham Əliyev şeyinə sahib çıxanmırsan mən sənə. Ayıb deyilmə. Buyur Zəki bəy, onu bir efirə belə göstər də bir efirə. Şikayətsə də olmaz, narahat ol. Göstər də belə, böyürdən göstər. Yox, baxmayla lazımdır ki, şikayət olsun. Olsun, evi yox, problem yox. Göstər. Sifətin göstər. Hə, orada göstər.
воспринимает это как большой костюмированный Belə Bu сериал. şikayət belediye- Но olmaz. есть одна страна, Belə şikayət olmaz Zəki dayı, qoy getsin. не страна, а скорее династия, политический клан, уверенный, что победа в Евровидении – это победа национальной идеи. Мы очень рады, что в этом году конкурс Евровидения будет проходить. Zəki dayı, sənin barmağın mikrofona dəymir ki. Огромная возможность показать Yok, yok. красивый город, Yok. рассказать о нашей истории, о нашей древней истории, о нашей богатой культуре и о наших традициях. Мало нефти, мало дронов, мало фантомных побед в Карабахе. Нужна еще победа на сцене, где мужчина в парике поет на языке, которого не существует. Почему? Потому что телевидение. Потому что великая культура, выраженная в трех песне, написанной в Швеции. Дрип-дроп, как говорится. Yani İsveçrədə bunun necə mahnını oxuyur. Которая больше похожа на спецоперацию. Закулисные договорники, коррупция, покупка голосов. Главное – не победа. Səsləri alıblar. Чтобы Мехрибан Ханум была довольна. Bir də qoy mən bunu Mehriban özümdən yanı deyim. razı olur. Həri, Nəyə razı olub Mehriban Əliyeva? Zəki dayı, Красивая девушка. nəyə razı oldu Mehriban Mehriban- Əliyeva? ki adı nədir? Azərbaycan birinci yeri tutsun. Ona görə razı idi. Amma ki orada da gəlib üçüncü yeri tutubdu Azərbaycan. Yəni bundan gedir söhbət. Qoy mən bunun heç əvvəlinə baxamadım. Deməli bu əvvəlin nətər dedi? Mənim mikrofonum xarab idi. Əvvəl deməli Ha. Zəki dayı. Qoy əvvəlinə bir dənə baxaq, bir dənə əvvəlinə. Привет, друзья. Həri. Сейчас будет жарко. В этом видео все, за что вы обожаете мой канал. Тайны, нефть, интриги и позор. История начинается в 90-х, когда один носатый диктатор зашел в казино в Турции, где случайно поймал удачу в лице работницы из Баку. Через 9 месяцев она вернулась домой. Deməli Türkiyədə qayırıb eləmi qəhvəni? Həri, barda. 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 Allah Allah Həri. Allah. Ay İlham Əliyev Həri. mıxınına sahib çıxsan İlham Əliyev. Ay İlham Əliyev bu nədə Türkiyədə gəlib barda bir qız qayırırsan. Bədbəx oğlu 32 il dədən prezident olan vaxtı o piyanıska vaxtında. 32 yaşı var bu Safuranın. Bu da məndə var da doğum tarixi burada hamısını göstərə bilərəm Aha. sizə. Hələ qoy baxaq göstərəcəm. Buna bax İlham Əliyevin qızıymış. Barda bazlıq eləyir barda. Barda bir qəhbə ilə. Özü oxşayır ha. Leyla'ya da oxşarlığı var. Bəli, Leyla'ya da oxşarlığı var. Bəli, Diqqətlə baxanda. Вернулась O домой dəqiqə görünür. уже с животом. Прошли годы, и нефтяной кошелек папаши распахнулся. 10 миллионов Budur bax долларов budur. не на дороге, не на медицину, а на сцену Евровидения. Ради одной цели сделать из Budur ma внебрачной Zəki dayı, настоящую anası звезду. budur ma. Но судьба умеет смеяться. Həri, həri, həri. Произошла. Лайк, Али. подписка, и поехали в это грязное, но роскошное путешествие в мир секретов, отцовской любви и провала на глазах у всей Европы. Görən nə var? Евровидение когда-то был конкурсом, сегодня стал анекдотом. Bu nədə? Nəsibənin kutulasına Ha, oxşayır. bu üzlənirək yox idi, oxuyurdu. Onun şəklini qoyur. O vaxtda da deyir geylərin. Geylərin Ha. haqqında da danışacaq axırda. Ha. Цивилизованный мир воспринимает это как Ki, большой dəyərləmədəm, костюмированный İlham Əliyevin qızı 200 milyon dollardan çox pul qoyublar, Eurovision çıxardılar. İlham Əliyevin gizli saxladığı qızı. Fikir verin. Özdə petxuları təbliğ eləyir orada. Petxu, yəni cinsazlıqları belə deyək də. Bilir ki, atası cinsazlıqdır, ölkəni də cinsazlığa çevirir. цирк. Но есть одна страна, где к этому относятся как к битве за Берлин. Не страна, а скорее династия. Политический клан, уверенный, что победа в Евровидении – это победа национальной идеи. Pə. Мы очень рады, что в этом году конкурс Евровидения будет проходить в Баку. И это огромная возможность показать наш красивый город, рассказать о нашей истории, о нашей древней истории, о нашей... Mən maraqlıdır, bunlar niyə danışanda elə bil içində qalıb, elə. O qədər sevişirlər, o qədər hallı olurlar ki, danışanda da Mehriban da belə da, arzusu da. Elə bir ki, seks eləyə danışırlar, siyasət seksə qatmayın, ki, temperinizi dəyişin. И о наших традициях. Им мало нефти, мало дронов, мало фантомных побед в Карабахе. Нужна еще победа на сцене, где мужчина в парике поет на языке, которого не существует. Почему? Потому что телевидение. Потому что великая культура, выраженная в 3-минутной поп-песне, написанной в Швеции. Дрип-дроп, как говорится. Каждый год в Баку тратятся миллионы долларов в подготовку.
которая больше похожа на спецоперацию. Закулисные договорники, коррупция, покупка голосов. Главное – не победа. Главное, чтобы Мехрибан Ханум была довольна. Сегодня я верну вас в 2010 год. На сцену Евровидения выходит красивая девушка из Азербайджана. Сифури Элизади, а точнее Сафура Салим Кызы Алиева. Ее мама в 90-х работала в одном закрытом заведении в Стамбуле, куда регулярно заходил один очень влиятельный человек. Сука. Спустя годы он пообещает Сафуре победу на Евровидении. Но все пойдет не по плану. Почему? Ay, gör xalqımızın nətər alladılar. İlham Əliyev mıxına sahib çıxa bilmir. Gedir bir qəhbəni qayırır. Qəhbə gəlir üzünə durur ki, səndən 10 milyon pul verir, ged uşağı böyüt, zaman da pul verir. Sonra da baxır ki, qız bulub qəhbəliyə meyilli də oxumağasa da. Sonra da nə edir? Sonra da nə edir İlham Əliyev? Nə istəyirsən? Eurovision'un qalibi olmaq istəyirəm. Daha Michael'ın müəllimi qalmır, Jackson'un, nə bilim, nə qalmır. Hamısını tökürlər. 200 milyon dollardan çox pul xərcləyirlər. İlham Əliyev öz qızının, necə deyim, tanınması üçün. Mən deyirəm, o Fransanın səfiri var, Fransanın səfiri. Fransanın səfiri də İlham Əliyevin mıxını sorubdur. Birbaşa Fransanın səfirinlə İlham Əliyev 69 yatanda Mehriban üstünə çıxıbdır. Ona görə o yaraşıqlıdır. Görürsə, ərini bir tərəfə səfir göndərdi, özünü də bir tərəfə. Nazir indi də gedir basıra, Ceyhun Bayramov ona. O, Mehriban dedi, səni görəndə burada da mən qərar tuta bilmirəm. Sən Bakıda olanda bu Bakı ikimizdən birinə darıq edir. Rədd ol, heç olmasa geç səfir. İnan Allaha deyirəm, o böyüyən adamlar var yuxarıda vəzifələrdə. Vəzifələrdə olanlar var, o yaraşıqlı qızlar, ya cavan oğlanlar. Bilin ki, kimsə kimsənin arvadına basır. Kimsə, Kamil var ya, Kamil. Kamil baxıram, Adınanla görüşür, Heydər Əliyev marafonunda. Adınan onun arvadına da bastırmış. Adnan deyirəm, Anar Ələkbərov. Leylanın saxladığı yoxdur mu? Anar Ələkbər, Ağbaş, prezident köməkçisi, Heydər Əliyev sarayının prezidenti. O Kamilin arvadına da bastırmış. Nə qəhbə hökmü. Qoy dalını verim hələ bir bunu. Ümumi 250 milyon pul xərclənib. 250 milyondan yuxarı pul xərclənib. Qoy dalına baxaq. Все пойдет не по плану. Почему? Кто за этим стоял? Bunun arxasında kim dayanıbdı? Итоги 55-го конкурса Евровидения разочаровали весь Азербайджан. Жителей этой республики задолго до финала успели убедить в том, что их представительница Сафура Ализаде – бесспорная победительница конкурса. Или, в крайнем случае, займет второе место, что должно было быть воспринято как козни зловредных армян. Журналисты наперебой расписывали внешние данные Сафуры, рассказывали чуть ли не о каждом ее шаге. То есть в победе молодой и доселе, никому неизвестной певицы, никто в Азербайджане не сомневался. Между тем, само восхождение Сафуры на Олимп азербайджанской эстрады должно было заставить задуматься о некой влиятельной силе, поддерживающей амбиции. Vallahi billahi Mehribanın qorxusundan gətirmir bunu. Mehriban olmasaydı, Mehriban, inan Allaha deyirəm. Mehriban Əliyevadan İlham Əliyev qorxmasaydı, xalqdan zaten qorxmur, götünü açıb qoyubdu bu adam. Mehriban Əliyevadan qorxmasaydı, indi bu qızı mədəniyyət naziri idi. Ya da o cırığı var idi, Türkiyədə qayırdığı, diskotekada qayırdığı. O indi mədəniyyət naziri idi. Hərəsi bir naziri idi. 100%. 100%. Vallahi canımsın, düz deyirsən. Мне, например, неизвестен другой случай, когда представители государства на все более теряющий престиж конкурс Евровидения выбирали бы без песни. У Сафуры, участвующей в республиканском отборе, не было заготовленной для конкурса песни. По правилам, она не могла принимать участие в отборе, ибо показать ей, кроме своей далеко не выдающейся внешности, было нечего. А Сафура не только стала участницей отборочных туров, но и победила в них. И вновь напомним... Kimlərsə zəng eləyir ki, mən mane olsunlar da elə bil ki. Fikir verirsiniz, mane olmaq üçün ki, mənə var, ala, buradan göstərin, mənə qabil deyirlər, ala.
Bircə dəqiqə Zəki bəy, ala buradan göstərim. Narahatdılar axı. Narahatdılar. Qoymurlar. Bəli. Normal adam deyərkən nömrəm düşər, belə olar, elə olar. Gəlin baxaq. Привет, друзья. Bu Сейчас qabağa çəkim. Aha, buradaydı. престиж конкурс Евровидения выбирали бы. Biraz da qabağa. Aha. Как легко можно понять. Все эти профессионалы, привыкшие к многомиллионным гонорарам, работали с Сафурой не ради спортивного интереса. Записывалась песня на студии Андерса Баги в Стокгольме, где создавались альбомы Селин Дион, Энрике Иглесиас, Ace of Base и многих других знаменитых артистов. За запись композиции отвечал Никлас Фликт, обладатель премии Грэмми за хит Бритни Спирс «Toxic» и продюсер множества композиций Мадонны, Кайли Миноуг и Backstreet Boys. По официальным данным, на подготовку выступления Сафуры в Осло было потрачено 10 миллионов долларов, абсолютный рекорд Евровидения. Но это лишь официальные данные, к тому же не учитывающие других расходов. Азербайджанская певица, единственная из конкурсантов, живет в самом дорогом отеле города, чуть ли не в президентском номере. У представительницы Азербайджана на выступление сшито голубое шифоновое мини-платье с огромным шлейфом. Vallahi də deyirəm, billahi də deyirəm, Mehriban Əliyeva kəstirib əsəbindən. Zəki bəy nə deyirsən? 200 milyon, 250 milyon dollar pul tökəsən. İnan Allah deyir, Mehriban razı qaldı deyir. Mehriban Əliyeva kəstirib bunu. Mehriban Əliyeva nətərə doğma qızlar ağzı ilə gözlü bərərdə belə manafonun gözünün yaxşı əyir. Bu İlham Əliyevin hansısa bir çırıqdan Türkiyədə qızı gəlsin, Евровиденinin qalibi olsun. Özü kəstirib Mehriban Əliyeva paxıllığına. В лиф и подол вшиты кристаллы Сваровски. Leyliyə oxşuyur Как видим, в борьбе за победу Сафуры не останавливалась ни перед какими расходами. Один лиф чего стоит? Не Азербайджана, а именно в предыдущих конкурсах, когда за рубеж вначале был командирован гейский дуэт, а затем безголосый паровозик «Айсель», прицепленный к срочно отуреченному иранскому локомотиву по имени «Араш». Отношение к Сафуре в корне... Я бы даже сказал, что в течение 1,5 месяцев из Сафуры был сотворен новый идол. Что-то вроде Лейлы Алиевой на эстрадных подмостках. Ay millət, hakimiyyətin ekstrases batalyonunun komandiri Elman müəllim bizə çıxdı efirə dəfələrlə. Deyir ki, heç ailə bir-birini qayırır. Bax, deyir ki, heç vaxt pul qırağa çıxmasın deyə. Hamısı bir-birini qayırır. Bax, İlham Nərgizi qayırır, baldızı qızlarını. Nə bilim, hamısı bir-birini qayırır da yuxarıda. Niyə? Pul qırağa çıxmasın. Görürsünüz, İlham Əliyev bir dənə gəlib orada qəhbə qayırıb, bir il sonra qəhbə gəlib ki, bir il də çəkməyib. Gəlib ki, hamiləyəm, özdə səninlənəm. Nə istəyirsən, ala 10 milyon, get böyüt. Fikir verin ha, ona görə qəhbələri qayırmlar. Azərbaycan birisi də bu qızlar, görürsünüz də əksəriyyətə maşın al, ev al, villa al, üstəlik də İlhama belə yalatdırdım, Nazirə belə yalatdırdım, orada-burada deyirlər axı. Görürsünüzmü? Dəyərli vətənlərim, gör, nə gündədir bunlar? Ona görə hamısı bir-birini qayırır. Hamısı, hələ nazirlər var, öz qızını qayırır. Bəlkə də... Злые языки утверждают, Сафура Ализаде, внебрачная дочь президента Азербайджана Ильхама Алиева. История эта началась в Турции, где в 1991 году пребывал Ильхам Алиев. 90-cı ildə. Buna bax, o düz o bazlıq eləyən yaşlıdır, buna bax, bu göstər. Bircə dəqiqə. Sən Allah, öz şəkilmə də qoyun bunu da, buna baxın. Gör, bircə dəqiqə. Zəki dayı. Я бы даже сказал, что в течение 1,5 месяцев из Сафуры был сотворен новый идол. İndi gör nə göstərəcəm sənə. İndi bu İlham Əliyevin. İndi İlham Əliyevin şəklinə təzdən baxın. Təzdən baxın İlham Əliyevin şəklinə. История эта началась в Турции, где в 1991 году пребывал Ильхам Алиев, хозяин фирмы. İndi sən Allah, mənim o yaşda şəklimə bax, sən Allah. Mənim o yaşda şəklimə bax, sən Allah. Mən deyəndə bu anasının əmcəyini kəsən bu,
Mən deyəndə erməni oxşuyor. Erməni insanın ən parlaq çağıdır. Bəli. Erməni oxşuyor, deyirsiniz belə. Hələ burada bir leytenant şəklim var idi. Buna, buna. Buna bax, buna. 20 yaşım var, nə var? Bax, buna. Ha. Bəlkə O dəqiqə görünür ki, Türk balasıdır. Təmiz Türk balasıdır. Bax, sırası görünür. Amma İlhama baxanda görürsən, o dəqiqə erməni balası. O dəqiqə görünür. İlhama baxanda bilirsən, erməni balasıdır. Buna. Формального члена Политбюро Гейдара Алиева. И хотя Ориент был зарегистрирован в Москве, основная коммерческая деятельность его была сосредоточена в Турции, в которой практически постоянно находился Алиев. Buna bax, başına, burnuna bax, burnuna. В Турции Bax, təmiz erməni balasına, Qaban erməni uşaqlarına baxıb, kopya oxşayır. And olsun Allaha deyirəm. And olsun Allaha deyirəm. Avropada gedirik, eləmi? Liboy şəhərdə, Liboy ölkədə. Deyirəm, bax, Aytən, yoldaş mənə, o ermənidir. Bir sayıram ermənilər, bax, o ermənidir. İnanmırsan deyir. Neçə və başqalarla da məşq gəlmiş, demək, yaxınlaşaq, qulaq asaq danışıqla. Ya, get sual ver. Hamısı, məndə yalan. Bax, Zərifə Əliyevanın da üzünə baxın. Toçun ermənidir. Bax. О его крупных проигрышах и любовных похождениях ходили Bu легенды. da onun anası. Там же в Турции. Ha. Казино. Bu Bu onun anasıdır. Ставится и Наиль. Ha, bu çalan vaxtı başqa cür olub axı. Bunu qayırıbsan İlham Əliyev. Ay, buna bax, bircə dəfə İlham Əliyevə veribdi, olub milyonçu. 100 milyonlar gəlir. Buna bax, Allah. O vaxtı cavan vaxtı Türkiyədə barda işləyirdi. Bu. Həri. Burada deyilir də, eləmi? Mən baxmamışam elə tam. Həri. Bu barda işləyirdi cavan vaxtı. İndi yaşdaşıb da baxmadı. İndi dəyişilib sifəti zadı. Cavan vaxtı ola bilər biraz cəlbedici olub da. Ona görə də bu səhərdim axı qancıq itkisini qaldırsa bu orada baxacaq. Mən bilirsiniz ki, mən rus dilini çoxdandır da o kursant vaxtı rus müəllimlər çox idi. Normalni bilirdim, amma neçə illərdə danışmadım. Üstəlik mənim ruslara, rus dilinə da hörmətim yoxdur, açıq deyirəm. Və mən yəni anlayıram, amma bir də görsən səhvlər buraxa bilərəm də o bəzi mürəkkəb cümlələrdə. Ona görə hətta qulaq asandan sonra Zəki bəy bir daha atıram ki, Zəki bəy, ya siz, ya mən düzmü başa düşürəm, təzədən mənə bir səs at. Zəki bəy, yəni bunu efirə çıxardaq. İndi baxın ha, İlham Əliyev, gör ha bax, mehriban kimi arvadını qoyub ortada. Ay qardaş, Leyla neçə yaşı var, yazın bura, tez. Balaca qız hansıdır qadınla? Heydər dönün balaca. Ay qadan alayım, yazın. Heydər balacadır. Heydər balacası. Leylanın neçə yaşı var? Leylanın neçə yaşı var yazın. Ən böyüyü Leyladır. Neçə yaşı var? 40 yaşı olar da Leylanın, səhv eləmirəmsə. Leylanın yaşını tez yazın görək. 35-40. Hər halda 35-dən yuxarı olmalıdır mən bildiyim qədərindən. Haradasa 40 yaşı olmalı da mən. 40-45 arasındadır. Yəni ondan artıq ola bilməz Leylanın. Gözünün içindən bilinir də yaşda. Çox getdin. Yox, həqiqətən səni. Çox gezmədim. Leylanın neçə yaşı var deyin görək. Leylanın yaşını yazın, dəqiq bilənlər varsa yazsın. Deməli, 85-ci ildə anadan olub da. Qabil 85-ci ildə anadan olub. Nədir? 40 yaş olmalıdır da. Bəli, 85-də anadan olub. Baba, bunun da doğulduğu ili deyim də, baba, bunun da ilini deyim sizə, doğulduğu ili. Baba, bu Safura da nədir, onda doğulduğu ili deyim. 84'dür, 41 yaşı var, düz deyirmiş də Zəki bəy. Kişini bizə qəribciliyə salır. Düz deyir, anladım, 41 yaşı var, Zəki bəy düz deyirmiş. Deməli, amma, bu da 92-ci ildə doğulubdur. Baxın ha, Heydər Əliyev Naxçıvanda Elçibə ilə gizli danışıqlar aparan vaxtı İlham Əliyev Qarabağ döyüşlərindən qaçıb Ebru Gündəşi daldan piyan olub gəldana edib qucaqlayan vaxtı, dana ləqəb alan vaxtı. Yəni 32 yaşı olub İlham Əliyev. Bu qızın 32 yaşı var. Qız təvəllüdünü deyirəm sizə. 20 sentyabr 92-ci ildə anadan olubdur. Safura. 20 sentyabr 92-ci ildə anadan olub. İndi İlham Əliyev bir mıxına sahib çıxanmırsan,
Bu nədir? Sən arvadın, uşağın, yekə qızların, evladın, balaca Heydərin neçə yaşı var? Yazın, balaca Heydərin neçə Ay yaşı var? qabil. Ay qabil, arxasına sahib çıxamayan, qabağına necə sahib çıxsın? Ay, bu sən dalın durdu, daldan verməsən, qabaq durdu, qabaqdan soxmalısan. Bu soxa-sox dünyasıdır bu dünya. Ay İlham Əliyev, Allah öğütüksün sən. Dedəsi də manyak olub və Heydər Əliyevin də qayırmadığı qalmayıb. Hətta müdür gedibmiş məzuniyyətə, Naxçıvanda KGB-nin nə bilim nəyi olubdu, mavin olubdu. Müdür əvəzi qalan kimi öz şeyini qayırıbdı sırası. Katibəsini qayırıbdı. Deməli, Heydər Əliyev də 97-ci il təvəllüddür. Deməli, Heydər Əliyev, yox, bu qız fikir verirdi 92-dir. Heydər Əliyevdən böyükdür qız. Yox, daha doğrusu qız Heydər Əliyevdən neçə yaş böyükdür? 5 yaş. Bir hardasa 5 yaş. 5 yaş böyüdür hər. Ay, adama deyərlər, İlham Əliyev, şölə, sən, bu nətər dayandırın bunu, adama deyərlər, bu yazı geçsin, bizə də yazı geçsin, adama deyərlər, sən güp-güllü arvadın dura-dura, həmən vaxtı səni Tursik Mayka, Kurtka alverinə qoşan Ayeste Telman, sənin arvadına sahib olmaq üçün qoşdu. Hətta Heydər Əliyevə çatdırıblar ki, Ayeste Telman mehribanla oturub durur. Baxın, bu nədir, balqavoy, yekə adam sənə İlham Əliyevə. Burada Ebrun da qoyublar, deyəsən. Buna var. Burada Ebrun da qoyublar, indi göstərəcəm sizə. Deməli, sənin gül kimi Mehriban Əliyeva, Mehriban Əliyeva kimi, gül kimi, arvadın oğlu ola, gül kimi, ha. Buna var bizə dəqiqə. Bu nədir, bu kimdə gef qəhbədə piyan olub bunu qayırmısan, poğa düşmüsən. Ay İlham Əliyev, bu kimdə? Ay Zəki bəy, indi gəlir o ayrı o 400 aşağı, bu Mehriban Əliyevanın aşağı yuxarı yaşıddır. 5-dən 3-dən. İndi gəl Mehriban Əliyevanın aşağı bunun yanı. Onun üzərində klassik işlər gedir. Onun üzərində klassik işlər gedməyib, bax ona görə o görmür. Başına klassik getdi, getmədi. Birinci bu qadının Türk olmasına inanmıram. Bu erməni yoxşur bu qadında. Türk də öyle, Azərbaycanlı qadını diyor. Azərbaycanlı qadını. Bəlkə də qarışıqdır. Eşələsən erməni çıxacaq. Eşələsən erməni çıxacaq. Burnu nə boydadır? İndi yaxşı. Yəni eşələsən barda gedib. İlham Əliyev, bu mehribanın nə o vaxtı, nə bu vaxtı əlindən su töyməyə yaraşmır. Plastik də olsa, nə bilim, silikon da olsa, melikon da olsa, camaat indi evlənir camaat. Görür 3 ildir qayırır, 5 ildir qayırır, uşaq olmur, gedir həkimə, sən demə bu keçmişi kişi olubmuş, özünü qadın eləyibmiş. Ay İlham Əliyev, buna bax, 92-ci ildə güya bu gözəl göcək maral mı olubdur? Sadəcə hallanıbsan, piyan olubsan, dilinə sahib çıxa bilirsənmi, şeyinə də sahib çıxa bilərsən. Dalına sahib çıxa bilirsənmi, mən navşiqiz adı dağıtdım, bu pişikdən betər elədim. İndi vurub dağıdacam buralara əsəbinlə. Gül kimi arvadını qoyubsan Ayeste Telmanın yanına, getmişsən, harada sürtüklər var, onunla yapışımsan, Allah öğütüsün səni. Həqiqətən heç o, Mehribanın əlinə su tökməlisi də deyil. Ki, Mehribanın əlinə su tökməlisi. Yox, gedib har ilişib. Gedib har ilişib sənə. Sənin böyüyün yox idi be. Sənin bir böyüyün yox idi mi səni ağıllandıra? Bu dədən Heydər Əliyev səni çəkib qıçasına niyə bağlayanmır da? Sən öz başına olubsan. Küçə uşaq olubsan İlham Əliyevsən. Küçə uşağısan sən. Buna bax, buna. Bunun qayırdığına bax, buna bax, sən Allah. Armudoq şiri, armuda. Buna bax, sən Allah, armudoq şiri. Paltan tiş. Buna bax, bu 92-ci ildə, bu gündə, o gündə, bu nə olub ki, bu yep-yekə qızları, ailəsi, bu gedib Türkiyədə gör kimləri qayırıb. İndi də 250 milyon pul töküb hələ biz bildiyimiz budur, İndi gəlin soruşun bu ev, bu Safura Əlizadə hansı villada qalır? Villada yox, ağzı məylər. Hansı villalarda qalır? Hansı ölkələrdə, hansı otellərə sahibdir, restoranlara sahibdir? Onları da üst-üstə qoysaq, bir dənə Eurovision Zəki bəyə 250 milyon dollar olubsa, o da 3-cü yerə zorla çıxıbsa, Zəki bəy, inan Allaha deyirəm, bu qıza
bəlkə də bir neçə milyard pul xərcləyibdir. İlham Əliyev, sən kimə soxsan ona 1 milyard pul xərcləyirsənsə, vay bu Azərbaycanın halına. Hələ Cəmiliyə bax, Cəmiliyə. Cəmilənin anasının, atasının, özünün nə qədər sərvəti var bilirsinizmi? Hələ mən bildiyim 2,5 milyardı dollar. Mən bildiyim, təkcə Gürcüstan bir balaca o, zibil bir balaca. Hələ demirəm, haralara nə yatırdı. 2,5 milyard dollar mən bildiyimdir Cəmilə. İlham Əliyev, sən hər bastığına 2 milyard mı pul xərcləyirsən? Allahın etkisi. Nə gündə sən? Ağası gülüm olanın başına külüm olar da, ona görə nazirlər də hansı müğənninin mıtığını yalayırlarsa, villası, maşını, həyatı, sarayı. Buna bax, buna. Gör, danla bax, gələ. Danla bax. Deyir, nə? Bu deyir, nə ağzına verdim, deyir, piyan tutdum, deyir, nə yalatdırdım, nə deyir, başını oynaşdım, deyir. Of be! Milyon adama verdim, heç nə əldə eləyənmədim. Bir dənə İlham Əliyevə verdim, hər şeyi əldə elədim, Mehribanla hökuməti belə böldüm. Pah, ala baxın. Дизайнером, прибывший из Баку на показ мод. Связь между знатным Ловеласом и знойной Наилей была короткая, но бурная. Ebru. С незапланированными последствиями. По возвращении в Баку... Yaxşı ki, bəlkə də Ebru'dan da uşağı zadı var, xəbərimiz yoxdur Zəki bəy. Ola bilər, hər şey gözləmiyorlar. Bəlkə Ebru'da gələk onu maraqlanmaq lazımdır. Maraqlanmaq lazımdır. Mən sabah deyirəm, demədi deməyin, köpək uşağı itdən əmələ gələn hökumət, başında duranlar. Sabah hökumət dəyişəndə İlham Əliyevin harda olsa bir tükünü tapacam mən onu. Qaçsa da, ölsə də, dədəsinin deyintesini eləyəcəm. Bütün o nazirlərin qızlarının uşaqlarını deyint eləyəcəm ki, görüm kimin uşağı İlham Əliyevdəndir. Hamınızın uşaqlarınızı deyint eləyəcəm, Bax, nə qədər o xod gedin icra başçısı, vəzifədən vurulmayanlar, xüsusi imtiyazlara sahib olanlar var, hamınızı deyint eləyəcəm. Görüm, hansı nazirlərin, icra başçılarının uşağı İlhamlandır. Məsələn, mən heç şübhə eləyə bilmirəm ki, Kəmaləddinin nəyisə İlhamlandır, ya bacılarına basır. Mən heç şübhə eləyə bilmirəm ki, bu Qazağın icra başçısı çoxdandan da oradadır, kraldır, kral dəyib toxumurlar da. Bax, onun, Skok Ədalətin, nazirlərdən bir neçəsinin, Vilayət Eyvazovun, başçısını niyə öldürdülər? O da biri doğac idi yəqin. Yalandan deyirlər Ceyhun Bayramov, elə bəlkə İlhamdan imiş. Nəysə, baxaq görə hələ dalı nədir? Allah, dəlxanadır. Zəki bəy, dəlxanadır. Наиля родила девочку, будущую певичку Сафуру. Odur bax. Bak kulak. Жена Алиева, кажется, догадывается о наличии у мужа внебрачного ребенка. Известен ей и любвеобильный. Nədir o qucaqlayıb belə səhnəyə qoydu, nədir o? Uşaqdır da, qucağında. Rus müğənni idi, neydi onun adı? Pugaçova idi. Pugaçova deyir, sən Yasaki Yaratova. Mıstaboysa, Pugaçova. Bu oldu da bu qucaqlayıb da bunu Tezin geri bölümü. Qucaqlayır bu hamına, İlham Əliyevə. Buna bax. Buna bax, Ebru. Öpür deyir, bax, bu dodaqlar İlham nə qədər öpür. Buna bax, buna sən Allah. O da bax, qucaqladı Pugaçovadır, nədir onu? Жена Алиева, кажется, догадывается о наличии у мужа внебрачного ребенка. Известен ей и любвеобильный нрав мужа. Однажды она даже застукала супруга. Mehribanın xəbəri var imiş bu uşaqdan. Mehribanın uşaqdan xəbəri var imiş. Mehribanın hər şeydən xəbəri var. Pusat Mehriban mənim gözümün içində o qədər təcrübəyə sahibdir ki, mən məsələn deyirəm məsələn, mən Mehribana baxanda onu necə lüt təsəvvür edirəmsə, lüt, hər şeyinin yerini bilirəm. Onun baxanda... Allah. Mehriban da o qədər təcrübəlidir. Mənə baxanda mənim hər yerimə, razmerlərimi bilir. Yəni, çox açıq danışmıram. İndi ağsaqqal, qara saqqal var. Buna bax. Allah. Buna bax. Sən can Ebru'nun nətəri qucaqlayıb.
Mehribanın deyirsən ondan xəbər olmasın. Mehribanın İlham Əliyevin 86 uşağının 86-sından da xəbər var. Sadəcə Mehriban da öz həyatını, kayfını yaşayır. Cavan oğlanlardan kayf alır. Durub dəlidirmi İlhamın götünə düşsün. Buna bax, buna bax, Arağa bax, Rumkaya bax, sən Allah buna bax. Həqiqi, buna bax. Cəbiş müəllimin bığına oxşayır bığları da. Ebru Gündəşə bax. Dana eləyən vaxtıdır ha bunun. Kalustukuna bax. Adam da içəndə prezident döysən, nazir döysən, dədən Naxçıvana qovalanıbdı orada. Sən də məktəbdən rədd oldun, qovaladılar, Tursik Mayka Kutkal verinə getdin. Arvadına sahib olmaq üçün Ayestet Elman. İndi onu Montenegro'da qoruyursan ha. Mən bilmirəm bu Mehriban Əliyevanı kim barmaqlayırsa İlham Əliyev onu qoruyur. Hayır, siz nə üçün qoruyursan İlham Əliyev? Eldar Mahmudov nə kasetlər çəkdi, orada qoruyur. Kemaləddin Mehriban ən çox kasetini çəkən, barmaqlayan adam idi, onu orada qoruyur. Ayestet Elmanı nə bilim Montenegro'da qoruyur. İlham Əliyev, sən abrın həyə yoxdur. Buna Ebru Gündəşi daldan qucaqlayan vaxtlardı, o dana ləqəb alan vaxtı, buna bax. Bax, Kalustuk niyə tağıb Zəki bəy? Pusat bu heç arada işləmir. Heç arada işləmir, bu niyə Kalustuk tağıb? Yiyib içəndə, Rumka qaldıranda, sərbəsi bazlığa gedəndə adam Kalustuk taxar hə. Görməmiş köpək oğlu. Adam dili gəlmir. С помощью Гейдара Алиева, полновластного хозяина семьи Алиевых. Buna bax. Однако со смертью последнего старые обиды все чаще дают о себе знать. Мило улыбающаяся друг другу на людях, чета Алиевых в кругу семьи выглядит совершенно иначе. Там царят подозрительность и взаимное недоверие. Носатый фюрер... Mehriban Əliyev adı da bir səviyyə ola, Zəki bəy, səviyyə. Mehriban Əliyeva bilir ki, Heydər Əliyevin qızı olmasaydı, İlhamın arvadı olmasaydı, nətər deyimsə, Röya kimi bir şey olacaqdı. Röya hələ çox hörmətli olacaqdı. Kim ola bilərdi? Küçədə qalmış birisi olacaqdı. Ona barışırdı. Mehriban yanını yerinə hansı arvad olsa İlhamın gecə ilə daşşaqlarını kəsər. Daşşaqlarını. Bilirsən, Qabil, burada söhbət nədən gedir əsas? Söhbət ondadır ki, Mehriban elə belə qalmayıb onun yanında. Çünki Mehriban Vatikanın, masonların üzvüdür. Ondan əlavə Rusiyanın, yəni MGO'su, yəni FSB-sinin anası kimi, yəni KGB-nin adamıdır. Ona görə qalıb orada. Başına dön, bu masonlar da bu KGB-dir. Adamın bir əri olar, bir arvad olar da. Adicə bir yerə gedirsən, deyirsə, bir partiya üzvü olmaq istəyirsən, ya bir pox yemək istəyirsən, deyirlər hansı partiyanın üzvüsən. Partiya üzvülüyünü yaz. Bir partiyanın üzvüsənsə, ikinci elementa götü yoluq partiyaya üzv olanmırsan ha. Bir cındır müsavatın üzvüsənsə, bir dənə gəlib xalq cəbhəsinə üzv olanmazsan. İndi bu nədir? Masona üzv olur adam, M6-ya üzv olur adam, nə bilim, Mossada üzv olur adam, FSB-yə üzv olur adam. Bu hamısı karvansara qapısıdır, pul verib üzv olurlar. Ona görə... Yox, orada pul verib üzv olmurlar. Bildim, ona görə sirrəli hamısı çöldədir. Həli. Bana bu axırı orada seçim. Во внебрачного ребенка миллионы не окупились. Сафура заняла на конкурсе всего лишь 5-е место, что предполагал ее скорое забвение. Точно так же, как тот самый дуэт, с которого Азербайджан стартовал на Евровидении. 100 milyon bu harcanıp обещание президента не сбылось, и вскоре она исчезла с радаров. Говорят, ее просто убрали из поля зрения, слишком много знала, слишком близко стояла. Bu da əri olar. Сейчас она живет тихо, замужем за бизнесмена Фархада Алиева и больше не поет. А мама официально ни при чем. Но в Баку до сих пор шепчутся. Мама! Неважно, кем ты была. Главное, кто к тебе заходил в казино. Mama, İlhamın qızlarına bax. Вот такой вот печальный финал у этой, на первый взгляд, веселой истории. Обещали ей взлет. Zəki bəy,